Karşılaşma başladı. İlk dokunuş Qarabağ futbolçularından. Montiel çatdırır özünü topa. Ötürməsi gözəl alınır. Yenə Montiel topla. Ötürməsi cərmə meydançasına. İndi Şeydayev topladı. Musa Qurbanlı. Ramil indi yoxlaya bilər uzaqdan. Yoxlayır amma. Təkrara baxırıq. Kaşuk. Montiel. Çox gözəl keçir. Thompson Gavini. Montiel özü davam edir. Zərbə Musa'dan çərçivəyə amma götürməm. Elvin topu uzaqlaşdırır. Kaşuk çəkdi topu. Kaşuk'un zərbəsi Kamran topu tutur. Davam edir sol cinahla. Qonaqlar. Spence. Spence'dən cərimə meydançasına və qonaqlar. Baxırıq təkrara. Spence'in ötürməsi və burada başla. Usta ötürməsi sağ cinaha. Bolt başla endirir topu yerə. Duran. Camilo Duran qapı qarşısına ötürmə. Burada indi Dani Bolt'un cəhdi akrobatik zərbə ilə və təkrara baxırıq. Burada zərbə endirdi Dani Bolt. Toral. Pikalyon. Day'a doğru çox gözəl ötürmə. Yaxşı saxlayır topu. Day zərbə və gol! Emanuel Adday. Çox gözəl gördü Adday. Məncə oyundan kənar vəziyyəti yox idi burada. Bu mövsüm bütün qollarını debütantlara vurub Adday. Bu rakursdan da izləyək. Toral ötürür mərkəzə. Pikalyon. Tək toxunuş incə. Nəriman və top qapıdadır. 89-cu dəqiqə Nəriman Axundzadə. Mövsümdə ikinci qolunu vuraraq Qarabağın üstünlüyünü artırır. Sübut etməyi bacardı. Gəlib baxaq. Burada oyundan kənar vəziyyəti yoxdur. Elvin Yunuszadə daha yaxın idi öz qapısına. Alavalli tərəfindən. Bu da maçın final fiti. Qarabağ Karvan qarşılaşması meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatır.